Salam dostlar, ben Niplex. Deməli bugün Niplex oyun sıralaması kanalından neyse kısa bir şey oldu, ona fikir vermeyin. Deməli dostlar, bugün 3 dənə oyun sıralayacaq və yəni hər bir detayla eləyəcəm. Əgər bu videoya yaxşı baxışırsa, yəni zor olar. Dostlar, bu arada bir şey deyim ki, kanalımızın abunəsi düşür. Mənim ikinci dəfə başıma gəldi, bir dəfə başıma gəldi. Amma çox da düşmədi, hatta 30 abunə düşür, sonra təzən qalxdı. Amma dostlar, indi görürəm ki, artıq bir shorts videolar kifayət eləmir, belə videolar paylaşıram. Və mən də yavaşdan başlayıram. Deməli dostlar, yavaşdan başlayıram. Deməli dostlar, indi mən burada danışarkən gördüyünüz kimi yavaşdan oyunlar başlayacaq. Deməli, ilk öncə Everland'dan başlayacağım. Everland abi kral oyundur, zor oyundur. Deməli, burada nə edirik? Burada məqsədimiz bir dünyada yaşayırıq və dünyada yaşadığımız yerdə bizə görevlər verir. İndi görə bilərsiniz. Bizə verdiyi görevlər sayəsində biz özümüzü gelişdiririk. Qılıncallıq və s. və paltar alıb və yeni bir güclər əlavə edirik. Məsəl üçün, orada bəzi heyvan, əjdarha ilə qarşılaşıb, onu yenib təzdən məkanınıza qayıda bilərsiniz və yəni birinci oyunumuz bu qədər idi. Keçək artıq ikinci oyunumuza. Deməli dostlar, ikinci oyunumuza keçmədən öncə nə edirsiniz? Aşağıdan kanalıma abunə olursunuz və like atırsınız ki, belə videolarımız devam etsin. Bu arada saçma başıma fikir verməyin, yəni belə işdir. Keçək artıq ikinci videomuza. Deməli dostlar, ikinci oyundur bu. İkinci oyun nə deyək dostlar? Nə bilim. Bir dənə oyun var. Bu oyun GTA 5'in Azərbaycan versiyası kimi belə bir şeydir. Azərbaycan versiyası yox, mobil versiyası. Oyunun adı Madaut 2. Madaut 2. Çox zor oyundur dostlar. Deməli oyunda da bu arada yaxşı bir telefon lazımdır ona. Çünki həm tezlisinir, telefon onu oynayanda həm də biraz kasır dostlar. Nəysə, deməli bu oyun məqsədi nədir? Bu oyun məqsədi açıq dünyadır. İstədiyinizi edə bilərsiniz. Təbii ki, pis şeylər yoxdur. Şeylər, yəni GTA 5 görevləri var orada. Məsəl üçün, görevlər eləyə-eləyə pul qaçırsınız və gedib ev alırsınız və yaxud da başqa oyuncuya keçirsiniz və yaxud da oyuncular arasında dəyişiklik edə bilirsiniz. Hər bir oyuncunun özünə məxsus bir həyatı var və həyatı olduğu üçün də istədiyinizi edə bilirsiniz. Məsələn, bu arada nə edirsiniz? Aşağıdan kanalıma abunə olun dostlar. Niyə mən nə abunədən çıxırsınız deyəcəm, düzdür. İndi Endoneziyadan baxan adamlar Azərbaycan zənlər başa düşürlər, nəysə. Biraz sərt danışdım, yəni biraz daha sərt deməyim, tezli danışdım deyə işləməyəsiniz, amma neysə, yəni ki, belə. Artıq keçək 3-cü videomuza. Dostlar, indi kanalda da son 3 gün öncə paylaşdığım bir oyun var. 7-ci bölümdə yavaş-yavaş yuxarı çıxacaq, yəni pilləkən kimi bu videonu çəkim, ya sabah ya da birisi gün o videonun devam gələcək. Car Simulator 2 dostlar, bu oyun çox zor oyundur. Bu da GTA 5 kimi açıq bir dünyadır. Deməli, nələr var? Oyunda açıq dünyada dediyim kimi, oyunda məqsədimiz pul, görevlər var orada. Görevləri yığa-yığa pul qazanmaq və bu pul ilə yeni evlər almaq, yeni maşınlar almaq, maşınları modifiyə eləmək, maşınları yığmaq, maşınları rəgləndirmək, hər bir detalına qədər istədiyiniz kimi eləyə bilərsiniz. Düzdür, mən indi də əgər ondan daha dəqiq bir məlumat istəyirsinizsə və onun bölümünə baxmaq istəyirsinizsə, mənim aşağıda kanalıma keçirsiniz, ilk öncə abunə olub like atırsınız və bildirimləri də açırsınız ki, mənim video paylaşanda dərhal sizdə xəbərdə olasınız. Və təbii ki də Everland'ı da Reyleri 2 sevənlər üçündür. Nəysə dostlar, videomuzu bura gedən idi. Yəni ümid edirəm ki, yaxşı olar. Kanalımıza abunə olub like atmayı unutmayın ki, belə videolarımız olsa davam eləsin. Nəysə dostlar, sağ olun, salamat qalın, bay bay. Bu arada videoyu paylaşın ki, videolarımıza abunə olsun, maraqlı olmadı. Nəysə, sağ olun, salamat qalın, bay bay.